Mən isə indi sizə Microsoft Access proqramında cədvəl çəkmə qaydasını izah etmək istəyirəm. Bunun üçün Start, Programs, Microsoft Office, Microsoft Access pəncərəsinin proqramını aktivləşdirmək lazımdır. Microsoft Access pəncərəsi açıldıqda bu formada açılır. Biz yeni bir verilənlər bazası yaratmaq üçün File menüsünə daxil olub, burada New, yeni əmrini qeyd edirik. Açılan pəncərədə sağ tərəfdə paneldə Blank Database, yəni boş verilənlər bazasının üzərində bir dəfə sol düyməni vururuq. Microsoft Access proqramının, Office proqramlarının digər fərqi ondadır ki, digər proqramlarda açılan kimi işləmək olur, lakin Access proqramında isə sənədi yaddaşa verir, sonra üzərində əməliyyatlar aparmaq olar. Məsələn, desktop, yəni masaüstü seçib buraya yaza bilər cədvəl 1. Grid düyməsini sıxdıqda açıldı. İndi isə açılan pəncərənin table, cədvəl, sorğular, forum, raport və səhifələr, makroslar və s. yaratmaq olar. Tables əmrini seçirik. Açılan pəncərədən 3 formada cədvəlin yaratma qaydası var. Biz isə Design View formasını seçirik. Seçib üzərində 2 dəfə sol düyməni sıxırıq. Açılan pəncərədən adı, qarşısında isə tipini qeyd edirik. Mətin, soyadı, mətin hissəsini qeyd edirik. Yaşı number, yəni qiymət olduğuna görə number seçirik. Və biz seçdiyimiz adı, soyadı hissəsinin hər birinin tipinə uyğun olar. Aşağıdan maksimum neçə simvol daxil etdiyimizi qeyd edirik. Bu yaddaşa verməyi tələb edəcəkdir. Siyahı yazıb OK düyməsini sıxırıq. Yes veririk, davam edir. Siyahı üzərində 2 dəfə vururuq. Açılan menüdə Kənan İsmailov 32 yaşı var. Sahib İsmailov İsmailov 33 daxil edirik. Cədvəlimizi bağlayır. Siyahını açdıqda isə avtomatik olaraq həmin cədvəl görsənəcəkdir və bu siyahını avtomatik olaraq davam da etdirmək olar. Diqqətinizə görə təşəkkürlər.